Hər vaxtınız xeyir olsun əziz dostlar. Qusarda, Qusar çayının kənarında yeni salınmış massivdə iki qoşa afreyim inşa olunub və bu iki qoşa afreyimi mən sizə təqdim eləmək istəyirəm. Bu afreymlər eyni deməli dizaynda, eyni ölçüdədir. Necə ki bu afreyimi görürük, 2 mərtəbədən ibarətdir. Həyətində infrastruktur yaradılıb. Bisetkası 6 nəfərlik rahat bisetkası var. Burada manqalı var, samavarı var. Belə bir yerləncəyi var. Yaşıllıqlar salınıb inşallah qarşıdakı aylarda. Əgər yaxşı sulansa təbii ki, yaşıllıqlar inkişaf eləyəcək. Ocaq yeridir və bu ərazidə afreyim sahibi bildirir ki, qarşıdakı aylarda hovuzlar olacaq. Elə o afreyimdə də, bu afreyimdə də həyətlər eynidir, ölçülər eynidir. Biz daxil oluruq afreyimin iç hissəsinə. İç hissəsində belə bir formatda, bura qonaq otağı deyək, divan var. Bu divanda açılır və 2 nəfərin rahat yatması üçün imkanı var. Televizoru var, dolabı var. 6 nəfər masanı dedim, paltar yuyanı, qaz sobası, belə bir dolablar, qab yuma ərazisi, belə bir dolablar, mikro dalğalı soba. Bu da soyuducu, maşallah. Bütün soyuducular dolu olsun. Burada daxil oluruq birinci yataq otağıdır. Afreyimin birinci mərtəbəsinin ilk yataq otağıdır. Belə bir alt hissəyə qədər olan pəncərə, belə bir mənzərə. Burada da geyim dolablardır dostlar. Toz soranı var. Belə bir çılçıraqları var. Işıqlanması bu cürdür. Və biz burada da paltar asmaq üçün belə bir asılqan var. Bu da afreyimin ikinci mərtəbəsinə qalxan pilləkəndir. Biz qalxırıq hal-hazırda afreyimin ikinci mərtəbəsinə dostlar. Maraqlıdır. Afreyimlər və son il ərzində Qusar rayonunda mən deyərdim ki, bəlkə 30-dan çox afreyim tikilib. Və burada afreyimin ikinci mərtəbəsinin yataq otaqlarından biri, 2 nəfərlik çarpayı, belə bir işıqlandırma. Bu da işıqlandırma mənzərəsi. Mənzərəsi Şahdağına baxır və bu yaşayış massivinə baxır. Həyətin görürük. Drone görüntülərində yəqin ki təqdim edirəm sizə. Deməli, hamam xalatları, dəsmallar, şəpitlər, el dilində desək. Bu da ikinci otaq. Bunu götürək biz uşaq otağı. 2 uşağın və böyüklər də təbii ki standart 2 metr boyunda çarpaylardır. Belə bir çılçıraqlar, gecə işıqları. Bunun da mənzərəsi aşağı dəniz tərəfə baxır massivə. Və burada da paltar asmaq üçün belə bir asılqan var dostlar. Bu oldu afreyimin ikinci mərtəbəsi və inşallah afreyim sahibi bildirdi ki, bura kondisionerlə təchiz olunacaq. Çünki yay ayının avqust ayı, yay fəslinin avqust ayı çox isti olur Qusarda. Və qeyd edirəm ki, bura kombi istilik sistemi ilə təchiz olunub. Birinci mərtəbə isti döşəmədir, ikinci mərtəbədə bax belə bir radiatorlarla isitmə sistemi təmin olunur. Belə dostlar, deməli 6 nəfərin rahat yata bilməsi üçün şərait var, çarpaylar var. Birinci mərtəbədə qeyd etdim 1 yataq otağı, ikinci mərtəbədə də 2 yataq otağı, 6 nəfər və əgər 6 nəfərdən 2 nəfərlə artıq 8 nəfər olursa, 2 nəfərin də yatması üçün bax bu gördüyünüz divanda şərait var. Və hamam otağında qeyd eləmək istəyirəm dostlarıma. Hamam otağı da belə bir hamam otağıdır. Duşu var. Burada da feni var. Əsas məsələlərdən biri. Burada kombi otağıdır. Belə hamıya xoş istirahət, unudulmaz anlar, dəqiqələr arzu edirəm. Arzu edirəm ki, Qusara gələn bütün müştərilər, bütün qonaqlarımız üzü gülər, əhvalı gözəl, unudulmaz anlarla ayrılsın bizim rayonumuzdan. Bax belə gözəl turizm imkanları üçün vacib şərtlər olan afreyimlərdən və qonaq evlərimizdən. Xoş istirahətlər.